İndiyə kimi qəbul eləməməyə çalışsam belə, qəbul edirəm ki, mənim detallara fikir verməyim, çox hər şeyin belə deyək, özəyinə getməyim və buna çalışmağım həm sualla, həm araşdırma ilə bəzən insanları narahat eləyə bilər. Amma o deyir, professional işin özünün də bəzən verdiyi fəsadlar olur. Bu da mənim işimdən irəli gələ bilər və həyat tərzimdən irəli gələ bilər. Amma mənim sırf bu tərzdə olan düşünmə tərzim seanslarda mənim çox işimə yarayır və eyni zamanda insan özünə psixoloq olmağı çox çətin məsələdir. Həmişə kimsə başqası kömək olmalıdır və mütləqdir bu. Mən də təbii ki, zaman-zaman lazım olduqda və sistemli şəkildə bundan keçmişəm. Amma özümə və başqalarına faydalı ola bilməyim sırf məndə bəzən müəllimlərin düzəltmək istədiyi xüsusiyyətdən irəli gəlir. Yəni müəllimlərin bəzən məndə bəyənmirdi onu ki, çox detala gedirsən, çox sual verirsən, bunu başa düşməsən də olar, bunu nə edirsən dedikləri bütün o xırda, sonradan axtarıb tapdığım detallar sonra mənə həyatda istədiklərimi verdi. Və bu mənim unikallığımı formalaşdırdı, mənim özəlliyim oldu mənə görə və sırf mənə ən böyük komfort hiss elətdirən bir tərəflərimdən biri oldu. Ona görə də əgər başqaları sizə nəyisə bəyənmirsə, bu o deməkdir ki, onların həyatı üçün bu aktual deyil. Amma bu sizin üçün yetəri qədər aktual ola bilər. Yetər ki, o aktual olanın sizin özəlliyinizin başqasını narahat edəcək şəkildə yox, sırf sizə faydalı və başqasının həyatına narahatlıq vermədən özünüzün inkişafınıza sərf edəsiniz. Və bu çox insanlarda bəzən olur. Sonradan deyirlər ki, mən gərək bunu istifadə eləyəydim, mən niyə qulaq asdım başqalarına və s. Ona görə də özünüzə xəyanət eləməyin, özünüzü sevin, amma sizin özünüzə olan sevginiz başqasına narahatçılıq verməsin. Əksinə sizdən ilhamlanıb özləri də o cür olmaq istəsinlər.